Bəhsimiz İslam dinində ehtiram və hörmət barəsində idi. Dedik, nəyin hörmətini saxlamaq lazımdır? Bizim dinimiz deyir, gərək dindar, müsəlman, hətta insan da həyatda hörmət saxladığı, hörmətin qoruduğu şeylər olsun gərək. Hər kəsin həyatda bir hörmət qoyduğu, qəbul elədiyi ki, mən buna hörmət etməliyəm varlıqları var. Əksinə, bizim də aramızda dedik ki, o adamlar ki, hörmət qoymur, dəyər vermir, biz onlara hörmət qoymuruq. Deyir, mənim hörmətimi saxlamır, mənim hörmət saxladıqlarımın hörmətini saxlamır, qorumur, mən onun hörmətini saxlamıram. Birinci başladıq Allahdan. Bizim üçün həyatda Allahdan üstün bir varlıq yoxdur. Allahın hörməti haqqında keçən dəfə danışdım. Allahın adına dəstəmazsız əl vurmaqdan belə Allaha bağlı olan digər müqəddəslər ki var, Quran onların başında gəlir, onlara hörmət eləmək lazımdır. Və dedik ki, kim Allahın hörmətini saxlasa, Allah ona öz rəhmət qapısını açar. Əksinə, kim Allahı hörmətsizlik eləsə, Allahın hörmətini saxlamasa, onun hörməti olmaz. İndi bu günləri sizə Allahın dini, bizlərə qoruduğu, göndərdiyi, bəyəndiyi İslam dini hörmətindən danışacağım. Allaha hörmətin bir nişanəsi də Allah Taala'nın göndərdiyi dinin hörmətini saxlamaqdır. Bu İslam dini ki, adımız müsəlman adlanır, bu dinin hörməti var, izzəti var. Bunu əziz tutmaq lazımdır. Bu dini qorumaq lazımdır. Adımız müsəlmandır. Bax, bu müsəlman adını hörmətli eləmək lazımdır. Allaha hörmət qoyursan ya yox, bax gör bu öz dininə, İslamına hörmət qoyur ya yox. Əgər İslam dininə yüngül yanaşırsa, İslam təhqir olunanda, İslam alçaldılanda, dinimizi məsxərə eləyəndə o adam hörmət qoymursa, deməli o adamın həqiqi müsəlman olmağı sual altındadır. Allah Teala Quran-ı Kərimdə buyurur, həqiqətən Allah yanında yeganə din İslamdır. Ali İmran surəsində. Və digər ayədə, həmin surədə, 85-ci ayədə Allah Teala buyurur ki, kim İslamdan başqa bir dini seçərsə, heç vaxt ondan qəbul edilməz. Allah başqa din qəbul eləmir, ancaq İslamı qəbul edir. Ahirətdə də xəsarətə uğrayanlardan olar. Allah bu dini bəyənib. Quranda deyir ki, mən bu İslamı üçün bəyəndim. Bu dindən başqasını qəbul eləmir. Madam bundan başqasını qəbul eləmir, gərək biz bu dini qoruyaq, ona hörmət qoyaq. Həzrəti Əleyhisselam gör nə deyir ağamız? İslamdan böyük şərəf yoxdur. Atamız yaxşı kişidir, şərəflidir biz. Nəslimiz şərafətli nəsildir, yaxşıdır, fəxr elə. Yaxşı dostlarım var, ondan fəxr elə. Yaxşı şərafətli dostlarım var. Amma bütün bunların arasında Həzrət Əleyhisselam buyurur ki, ən uca şərəf İslamdan böyük şərəf yoxdur. Elə bizim üstümüzdəki İslamın adı var. Biz fəxr edirik bu dindəyik. Bax, bu dinin özü böyük şərəfdir. İmam belə buyurur. Ondan böyük şərəf yoxdur. Bəzilər görürsən ki, müsəlman olmağıyla fəxr eləmir, İslam adı ilə fəxr eləmir, şərəf duymur. Öz atası ilə, nəsli ilə, milləti ilə. Yox, qardaş, Həzrət Əli buyurur ki, ən böyük şərəf İslamdır. Həzrət Əli buyurur, həqiqətən bu İslam Allah Taala'nın özü üçün seçdiyi dindir. Allah bu dini seçib. Öz nəzarəti altında tərbiyə etdiyi yaradılmışların ən yaxşısını peyğəmbərləri onu təbliğ etməyə əmr etdi. Bu dini Allah kimin vasitəsilə təbliğ edir? Yaratdıqlarının arasında ən şərəfli insanlar kimlərdir? Peyğəmbərlər, Allahın salamı olsun onlara. Peyğəmbərlərin arasında ən üstün peyğəmbər kimdir? Bizim peyğəmbərimiz. Allahın salamı olsun ona və əhli beytinə. Allah Teala bu dini təbliğ etmək üçün ən şərəfli insanı seçir. Bu dinin hörməti var. Onun sütunlarını öz məhəbbəti üzərində qorudu və onun ucaltmaqla başqa məzhəbləri, dinləri aşağı endirdi. Ona görə qardaşlarım, siz də imamın dediyi kimi bu dinin qədrini bilin, onu əziz tutun. Elə ona görə bizə deyirlər ki, əgər sizə bir bəla üz versə, birinci canımızı qurtarmaq üçün nə edək? Malınızı verin. Həzrət Əli buyurur, bəla gələn zaman öz malınızı verin, öz canınızı qoruyun. Malını sipər elə. Malı ver, canını qoru. Amma bir hadisə baş versə, görsən sənin dinin xətərdədir. Malla da düzələn deyil. Mal da verəsən, yox. Canını ver, canlarınızı dininizə qurban edin və dininizi qoruyun. Bilin ki, dini məhv olan özü həlak olmuşdur. Dini qarət olunmuşun özü qarət olunmuşdur. Bu qədər din əzizdir. Ağamız digər bir kəlamında dini qoruyanları tərif edir. Allahın dinini qoruyanlar kimlərdir? İmam deyir ki, Allahın dini qoruyan kəslər o kəslərdir ki, dini bərpa edərlər, ona kömək edənlər,
dini hər tərəfdən əhatəyə alanlar, onu Allah bəndələri üçün saxlayanlar, qoruyanlar, onu əziz tutanlar, hörmətli eləyənlər və ona riayət eləyənlərdir. Bu dinin hörməti olmasaydı, bu dinə görə peyğəmbərlər döyülərdi. Peyğəmbər var, onu ağacın ortasına salıb mişarla kəsiblər. Peyğəmbər var, onu o qədər daşqalaq eləyiblər, daşların altında bastırıblar. Peyğəmbər var, onu doğrayıblar, tikə-tikə eləyiblər. Bizim Peyğəmbərimizin çəkdiyi əziyyətlərdən eşitmisiniz. Onun əhl-i beyti bu dinə görə Peyğəmbərin ən çox sevdiyi cənnət cavanlarının ağası, sünni şiə qardaşlarımız hamısı deyir ki, cənnət cavanlarının ağası 2 nəfərdir, Həsən və Hüseyn. Başı nizələrdə gedib. İmam Həsən o qədər zəhərlənmişdi, üzr istəyirəm, qaytaranda, qusanda, ciyərlərinin tikələri ağzına gəlirdi zəhərin təsirindən. Bu dinə görə İmam Hüseynin başı nizələrdə gedib. Bu dinə görə Əli Əsgər kimi körpə uşaq atasının qucağında oxlanıb. Bu dinə görə İmam Hüseynin namusu, heç kəsin namusu onunla müqayisə olunmaz, xanım Zeynəb əsir gedib. Bu dinə görə cavan Əli Əkbər gözünün qabağında doğranıb. Bu dinə görə alimlər zindanlarda, həbsxanalarda şəhid olublar, həbsxanada bastırılıblar. İllərlə keçəndən sonra deyiblər ki, izi itirmək üçün elə orada bastırıldı. Ayətullah şəhid müdərris var. Güllə ilə vururlar, ölmür, suyu-qəsd edirlər. Heyvan yırtıcı canavar üstünə buraxırlar, heç bir şey olmur. Axırda bir sözünü edirlər, Allah onu qoruduğunu. Onu suyu-qəsd nəticəsində zəhər verirlər şəhid müdərrisə, zəhəri də yəndən sonra göndərilən killer, adam öldürən gözləyir, görür, bu ölmədi. Güllə ilə çiynindən vurduq, qan itirsin, ölmədi. Üstünə canavar buraxdıq, canavar bunu yemədi. Zəhər verdiyi ölmədi. Neynəsə yaxşıdır? Deyir, durdu əli ilə başında olan mübarək əmmaməsini götürdü, əmmaməsini boğazına bükdü, əmmaməsini sıxdı, əmmaməsi ilə onu boğdu. Bu din üçün belə kişilər can verib. İndi kimsə gəlib bu dini satırsa, bu dini minbərdən elə birinci buradan satırsa, cəmaatı aldadırsa, dini alçaldırsa, dinə qiymət qoyur. Allah soruşacaq o qanlardan. Bu din bu qədər hörmətli idi. Niyə müsəlmanlar bu günə qalsın, bu dini qorumasın? Bəziləri görsün ki, mən dindar deyiləm. Amma harada İslama, dindarlara söz olsa, mən sinəmi verirəm qabağa. Mən namaz qılan deyiləm. Görsən bir yerdə namaz qılanları təhqir edirlər, sakit qalmaram. Qeyrəti var. Qoymayın sizin dininizi kimsə məsxirə eləsin. Dininizə sataşsın, dininizi alçaltsın, dininiz haqqında lətifələr, gülməli əhvalatlar düzətsin. Dini qoruyun. Baxırsınız, düşmənin hiylərindən biri nədir? Televizorda, sosial şəbəkədə, müxtəlif vasitələrlə dini ucuzlaşdırsınlar. Namazı, dini, dindarı, müsəlmançılığı ucuz tutsunlar. Hətta bəziləri bəzi yerə gedəndə xəbərim var, eşitmişəm. Namaz qılan olmağını deməyə utanır. Namazın vaxtı girir. Namaz qılmalıdır. Utanırdı ki, mən namaz qılmaq istəyirəm. Niyə utansan? Dur, namaz qıl. Yaxşı. Kim bu dinin hörmətini saxlamasa, Allah ondan nə edər? Baxın. Peyğəmbərimiz Allahın salamı olsun ona və əhl-i beytinə buyurur. İnna lillahi hurumatin fəlaf. Allah yanında 3 şeyin hörməti var. Xüsusidir bu. Bu 3 şeyi Allah bəyənir, hörmətini qoruyur. Mən hafizəhunnə hafizəllahu lehu əmrə dinihi və dünya. Kim onları qorusa, Allah onun dinini və dünyasını qoruyar. Bəli, narahat olma. Allah sənin dinini də qoruyacaq, dünyanı da qorunacaq. Dünyan əldən çıxmayacaq. Və mən ləm yahfizhunnə ləm yahfazillahu lehu şey'ən. Kim bu 3 dənə şeyi qorumasa, hörmətini saxlamasa, Allah da onun heç zadını qorumaz. Nədir o? 1. Hurmətül İslam. Hurmətül İslam. Dinin hörmətini qorumalısan. Harada gördün dininə qarşı, gərək qoruyasan. Qorumasan Allah səni qorumaz. Dünyavi də, axirətvi də, dinivi də. 2. Hurməti. Mən Peyğəmbərin hörmətini qorumaq. Peyğəmbərin adın, şəxsiyyətini qorumaq. 3. Və hurməti itrəti və mənim əhl-i beytimin hörmətini saxlamaq. İslam dininin hörmətini, Peyğəmbərin hörmətini, Peyğəmbərin əhl-i beytinin hörmətini qoruyanı Peyğəmbərdir ki, Allah da onun dünyasını da qoruyar, narahat olma, dünya əldən çıxmaz. Onun dinini də qoruyar. Qorumayanı Allah heç nəyin qorumaz. Söhbətimin sonunda elə müasir bizim dünyamızdan bir hadisəni danışmaqla söhbətimi yekunlaşdırıram. Bilirsiniz, baxmısınız, mən bunu burada yeri deyirəm sizə burada. Hal-hazırda dünyada tanınmış futbol aləmində həmin o futbolçulardan biri Zinəddin Zeydandır. Eşitmişsiniz, baxmısınız, bəlkə də elə burada həvəskarları var, məni də eşidirlər. Zeydanın həyat yoldaşı onun haqqında Fransada bir jurnala müsahibə verib. Onun dediyinə əsasən deyir ki,
mən onunla tanış oldum. Zeydan hiss elədim ki, məni bəyəndi. Ağsaqqalları bağışlasın. Söz əsnasında bir mənə sual verdi ki, sən hansı dindəsən? Mən dedim, mən başqa dindəyəm. Alçaltmadı. Demədi, bu nə dindir? Dinimi təhqir eləmədi. Heç zat demədi, getdi. Mən bir müddətdən sonra özümlə onu bəyənmişdim. Getdim, adresini, ünvanını tapdım, yaxınlaşdım. Dedim, sən mənlə tanış olduğun sözümüz oldu. Amma nəsə dinimi soruşdun. Dedi, açığın desəm, mən sənə evlənmək istəyirdim. Amma mən özüm müsəlmanam. Mənim dinimdə sənin dinin kimi qadını ala bilmərəm. Kişi qadından xoşlayar, üzr istəyirəm. Amma dininə görə yox deyir. İndi mömin var, adını iman, müsəlman qoyub gedib zina edir. Deyir ki, mənlə bir müddət münasibətləri olandan sonra din haqqında məlumat topladım və bir gündə dedim ki, mən də müsəlman olmaq istəyirəm. Müsəlman oldum və evləndi. Sonra ona sual verir ki, bəs Zinanın maraqlı xüsusiyyətləridir. Maraqlı xüsusiyyətlərin biri budur. Bu adam deyir, hər ay öz maaşını aldı. Maaşının, yaxşı maaş aldı, birisi də tanımış futbolçular, 10%-in öz hesabdarına, mühasibinə dedi ki, ayır. Kimə? Kimə versə yaxşıdır? Əlcəzairdə olan yetimlərə, kimsəsizlərə. Sağ əli bəzi bizim futbolçuların başına. Deyir, bəs o haçan əsəbləşir? Deyir, ailədə heç vaxt onu əsəbləşən görməzsən. Çox mülayim adamdır. Ona haçan dini təhqir olsa, İslama kimsə sataşsa, dəhşət əsəbləşir. İtaliyalı futbolçunu ki, bir kəllə ilə vurdu sərdi yerə, baxmışsın o kadra. O da ona demiş ki, sən terrorist müsəlman demişdi. Terrorist müsəlman kəlməsi üzrə qayıtdı, ona o zərbəni vurdu və sonra da deyir ki, mən nə qədər top qol vurmuşam, o zərbələrin arasında bu zərbə mənim üçün ən şirin zərbə idi. Nə qədər zərbə elədilər? Pulundan keçməyən oğlanlar, imam üçün pul xərcləməyənlər, müsəlmanlar üçün pul xərcləməyənlər, Fələstində ac uşaqları görüb pul verməyənlər. Zinəddin Zeydan yarım milyon evro cərimə olundu. Cəriməni həvəslə verdi, qeyd ki, bu da mənim üçün ən şirin bir hadisədir. Malım da, canım da dinimə fəda olsun. Dini qorumaq lazımdır. Bir futbolist qədər gərək qeyrətimiz somos olsun. Bu din üçün Peyğəmbər imamlarımız bu əziyyəti çəkiblər. Bugün bax, burada oturmağımız, namazımız, duamız, kəbinimiz, halalımız, haramımız, qeyrətimiz. Torpaqlarımızın işğalından azad olanda din adı ilə gəlmədi qeyrətli olanlar. Dindarları görmədi nə zəhmət çəkdi. Din belə şeydir, din torpağın namusunu qorumağa. Dini olmadı, qeyrət olmayacaq. Qeyrəti olmadı, torpağı da gedəcək, namusu da gedəcək. Bugün müsəlman dünyası Fələstində görürsünüz. Əgər həqiqi müsəlman olsaydılar, Fələstini tək qoymazdılar. Bu onun nişanəsidir ki, biz hələ müsəlmanlara belə dəyər vermirik. Allahın övrü Peyğəmbər və onun pak əhl-i beytinə Allah-u Teala bizi, dinimizi qoruyanlardan, İslamın hörmətini saxlayanlardan qərar versin.